Müəllimlər, voleybol oyununun meydançasında sahəyə baxacağıq. Meydança sahəsinə. Birinci qeyd edirik. Meydançanın uzunluğu 18, eni 9 metrdir. Meydança orta xəttlə bölünür. Bu tordur. Tor. Və məsələn, mənim komandamla sənin komandan oynayırsa, hər komandanın öz sahəsi də 2 yerə bölünür. Niyə? Ön zona, arxa zona. Bu komandada ön, arxa. Voleybol oyununda neçə nəfər oynayır? 12 nəfər. 12 əsas, daha doğrusu 12 nəfər ümumi. 6 əsas, 6 ehtiyat. Hər komandanın 12 oyunçusu var müəllimlər. 6 nəfər oynayır, 6 nəfər isə meydançadan kənarda gözləyir. Əsas baxırıq həm MİQ imtahanı, həm sertifikasiya imtahanında önəmli yerlər düşmüşdü imtahana nə? 4-3-2, 5-6-1. Müəllimlər, 4-3-2 ön zonadadır. Qalır. 4 ön zona sol, 3 ön zona orta, 2 ön zona sağ. Arxaya baxırıq. 5 arxa zona sol,